Nöqtələrin yerinə hansı cümlə yazılsa fikir doğru olar. Baxaq. Sonuncu abzasda yazılıb. Bundan sonra fil balası səhv etdiyini anlayır. O başa düşür ki, güclülər həmişə qalib gəlir fikri mətnə uyğun deyil. Çünki fil balası, məsələn, arı ondan zəif olsa da, uduzdu, düzdür, qalib gələ bilmədi. O indiyə kimi doğru işlər görmüşdür. Bu da yanlışdır. Niyə? Çünki onun əvvəlki cümlədə deyir ki, səhv etdiyini başa düşür. Başqalarını incitmək doğru deyil. Bəli, biz mətndən başa düşürük ki, özümüzdən zəif olanları incitməməliyik. C variantı doğru cavabdır. Fil balası arılarla rastlaşandan sonra nə baş verir? Əvvəllər səhv etdiyini başa düşür. Bəli, bu doğrudur. Hətta mətnin sonunda yazılıb ki, fil balası bundan sonra başa düşür ki, o səhv edib. Cavabımızı tapdıq. O bir variantlara da baxaq. Lovğalanmağa başlayır. Tam tərsi dostlar, fil balası arılarla rastlaşmamışdan qabaq lovğalanırdı. Güclü olduğu üçün arılar qaçır. Bu da yanlış fikirdir. Çünki arılarla bacara bilmir. Yəni arılar onu udur. A variantı doğru cavabdır. Hansı suala mətndə cavab tapmaq mümkündür? Baxaq. A variantında yazılıb. Cizgi filmi təxminən neçə dəqiqə davam edir? Mətnə baxaq. Birinci abzasın sonuncu cümləsi. Cizgi film qısadır. Təxminən 8 dəqiqə davam edir. Deməli, A variantının cavabı mətndə var. Biz artıq cavabımızı tapdıq. Digər variantlara baxaq. Fil balası və arılardan başqa cizgi filmində hansı heyvana rast gəlmək mümkündür? Bu haqda bir məlumat verilməyib. Belə bir informasiya yoxdur mətndə. Fil balası arılarla harda rastlaşmışdı? Sadəcə yazılıb ki, fil balası arılarla qarşılaşdı, rastlaşdı. Amma harda bu məlumat da verilməyib. Ona görə də cavabımız A variantında olacaq. Qırmızı hərflərlə verilmiş sözü verilənlərdən hansı ilə əvəz edilənsə cümlənin mənası dəyişər. Qırmızı hərflərlə sevdiyi sözü verilib. Lovğa fil balası uşaqların çox sevdiyi cizgi filmlərdən biridir. Çox sevdiyi, çox xoşladığı, çox bəyəndiyi, bunlar təxminən bir-biri ilə eyni mənaya gəlir. Çox yaxın ifadələrdir. Amma çəkindiyi, sevdiyi ilə yaxın mənalı deyil. Yəni cümlənin mənası tamamilə dəyişər əgər çəkindiyi desək. Düzdür? Ona görə də uyğun gəlməyən, mənasını dəyişdirən variant B variantı, çəkindiyi söz olacaq. Hansı fikir fil balasına aid deyil? A variantı, özündən zəifləri incidir. Bu ona aiddir. İkinci abzasda yazılıb ki, o güclüdür və özündən zəifləri incidir. B-yə baxaq, özünün güclü olduğunu deyir. Bu da mətndə qeyd olunub. Ona nəsə deyəndə fil balası lovğalanır və özünün böyük və güclü olduğunu deyir. Həmişə qalib gəlir, məğlub olmur. Bu ifadə isə yanlışdır. Niyə? Çünki sonda fil balası arılara məğlub olur. Ona görə də C variantındakı cavab fil balasına aid deyil. Cavabımız oldu C variantında. Aytaç hansı cümləni desə, həmin cümlə onun qayğıkeş biri olduğunu göstərər. Səhvən öz dəftərimi yerinə Nərminin dəftərinə götürmüşəm. Bu fikirdə qayğıkeşliklə bağlı hər hansı bir ifadə, məlumat yoxdur. Yağışdan qorunmaq üçün pişiklərə yer düzəltməliyik. Bu o deməkdir ki, Aytaç pişiklərin qayğısına qalır, onlara mərhəmət göstərir. B variantı onun qayğıkeş olduğunu göstərər. Boş vaxtlarımda gəzməyi xoşlayıram. Bu da yenə Aytacın boş vaxtlarını necə keçirdiyi ilə bağlı bir ifadədir, amma onun qayğıkeşliyi ilə bağlı heç bir məlumat burada yoxdur. Cavab olacaq B variantında. Hansı sözdə şəkilçi işlənməmişdir? Baxaq, məktəbli sözünün kökü məktəb sözüdür, düzdürmü? Məktəbdən məktəbli düzəlib. Ağaclar sözünün kökü ağacdır, cəmdə olduğunu bir göstərmək üçün lar şəkilçisi əlavə olunub. Güzgü sözü isə kökdən ibarətdir. Burada heç bir şəkilçi yoxdur. Cavabımız olacaq ona görə də B variantında. Şeirdə göstərilən cəhətlər hansı şəkildəki canlıya aid edilə bilər? Şeiri oxuyaq. Al əlvan xallarım var, qızıl kimi parıldar. Qanadımı açaram, budaq-budaq uçaram. Nədən danışılır? Əlbəttə ki, kəpənəkdən. Kəpənəyin qanadlarında çoxlu xallar olur, rəngli olur və o uçur, düzdür? C variantı doğru cavab olacaq. Nöqtələrin yerinə uyğun gələn söz hansıdır? Mətnə baxaq. Türkan çox idi. O kitabları öz yerinə qoyur, əşyaları dağınıq olmur, paltarlarını qatlayıb şkafa qoyur. Burada nə haqqında danışılır? Hansı xarakteri verilir Türkanın? Onun təmizkar, səliqəli olmasından danışılır. Mehriban bizim mətninə uyğun gələn sifət sayılmaz. Çünki mehriban nə deməkdir? Dostları ilə xoş, səmimi olan şəxslərə deyilər. Tənbəl də, əgər Türkan tənbəl olsaydı, əşyalarını, kitablarını səliqəli saxlayıb, onları təmizləməzdi, düzdür? Öz yerlərinə qoymazdı. Ona görə də A variantı səliqəli doğru cavab olacaq. Hansı söz düzgün yazılmışdır? Bulut yox, bulud yazılmalıdır. Şagird yox, şagird yazılmalıdır. Planet sözü isə doğru yazılıb. B variantı doğru cavabdır. Kiçik mətndə hansı suala cavab tapmaq mümkün deyil? Mətni oxuyaq.
Çaya güclü sel gəlmişdi. Ona görə də körpü zədələnmişdi. Murad çayı keçib kəndə gedə bilmədi. Qərara gəldi ki, gecə dayısı gildə qalsın. İndi variantlara baxaq. A variantı. Kəndə gedə bilməyən Murad gecəni harda keçirdi? Mətndə deyilir. Dayısı gildə. Bu sualın cavabı var. Niyə kəndə getmək mümkün olmadı? Çünki sel səbəbilə körpü zədələnmişdi. Bu sualın da cavabı var. Murad gələ bilmədiyini valideynlərinə necə xəbər verdi? Bununla bağlı mətndə heç bir informasiya verilməyib. Bu sualın cavabı mətndə yoxdur. Cavabımız olduğuna görə də C variantında. Nümunənin hansı sətrində düzəltmə söz işlənmişdir? Düzəltmə söz necə tanıyırıq biz düzəltmə sözləri? Leksik şəkilçilər vasitəsilə, düzdürmü? Baxaq. Qonur nəğməkar quşlar yamyaşıl ağacların körpə budaqlarına. Hər sətrə bir-bir baxaq. Qonmaq sözün kökü, qonur qrammatik şəkilçi. Bu oldu sadə söz. Nəğmə sözün kökü, nəğməkar isimdən sifət düzəltdi. Aha, biz artıq leksik şəkilçi olan variantı, yəni düzəltmə sözü tapdıq. Cavabımız birinci sətirdəymiş. Davamına da baxaq. Quşlar. Quş sözün kökü, lar qrammatik cəm şəkilçisi. Yamyaşılda dostlar birinci hissə nədir? Hissəcikdir, düzdür? Sifətin çoxaltma dərəcəsini göstərir. Yaşıl da sözün kökü. Ağacların, ağac, ağaclar, ağacların qrammatik şəkilçilər oldu. Körpə budaqlarına, körpə sözün kökü, budaq sadə sözdür. Budaq sözün kökü, lar qrammatik, I qrammatik, A qrammatik. Deməli, bir dənə düzəltmə söz burada nəğməkar sözüdür. O da birinci sətirdə istifadə olunub. A variantı doğru cavabdır. Sözlərdə işlənən şəkilçilər haqqında fikirlər verilmişdir. Hansı fikir səhvdir? Dənizçi. Dənizçi sözün kökü dəniz, çi leksik şəkilçi. Buluda. Bulud sözün kökü, A qrammatik şəkilçi. Adamlar. Adam sözün kökü, lar qrammatik şəkilçi. İndi baxaq. Sözdə 4 cür yazılan şəkilçi işlənmişdir. Ç, çi, cu, çü. Bəli, 4 cür yazılır. Bu doğrudur. Sözdə 2 cür yazılan şəkilçi işlənmişdir. A, ə, yönlük hal şəkilçisi. Bu da doğrudur. Sözdə 4 cür yazılan şəkilçi işlənmişdir. Lar, lər. Lar 2 cür yazılan şəkilçidir. 4 cür yazılan şəkilçi deyil. Səhv cavabı tapdıq. C variantı oldu bizim cavabımız. Şeirə əsasən hansı fikri təsvir olunan yerə aid etmək olmaz? Əvvəlcə şeiri oxuyaq. Tarlalar yamyaşıl, örpəyi məxmər, hər səhər salamlar səni göy Xəzər. A variantında yazılıb. Xəzər dənizinə yaxındır. Bu mətndə təsvir olunan yerə aiddir. Niyə? Çünki deyir ki, səni hər səhər göy Xəzər salamlayır. Yamyaşıl tarlaları var, bu da doğrudur. Tarlalar yamyaşıl. Hündür dağları var, belə bir ifadə ümumiyyətlə şeirdə qeyd olunmayıb. Bununla bağlı heç bir məlumat yoxdur. Ona görə də cavab olacaq B variantında. Hansı bənddəki sözləri sual işarəsinin yerinə yazmaq mümkündür? Cədvəldə nə yazılıb? Sözdə şəkilçi işlənmişdir. Axtaraq. Həyət sözün kökü, həyətimiz qrammatik şəkilçi, D qrammatik şəkilçi. Qar sözün kökü, L leksik şəkilçi. Biz artıq cavabımızı tapmışıq. A variantında həm həyətimizdə sözündə, həm qarlı sözündə şəkilçi var. B-yə baxaq. Pəncərə sözün kökü, təbaşir sözün kökü. Heç bir sözdə şəkilçi olmadı. C-yə baxaq. Cümlə sözün kökü, komanda sözün kökü. Yenə şəkilçi olmadı. Cavabımız olacaq A variantında.